yanaşma düzgün yanaşma deyil. Yəni demək istədiyim iş birinci məndən qabaqçı aqronom bağda hansı siyasəti yürüdübsə, həmin siyasəti anlamaq lazımdır bağda və onu oradan davam elətdirmək lazımdır. Yəni buna deyirlər aqronomluq, elmi aqronomluq. Yəni mənim öz qaydam var, sənin bir başqa qaydan var, öbürünün özünə görə bir qaydası olarsa, bunun harası elmə dayanmaqdır. Yəni mənim qaydalarım varsa, o zaman hərə bir məktəb açsın, hərə də öz adını qoysun. Bu Zarun məktəbidir, bu İvanın məktəbidir, bu digərinin məktəbidir. Yəni bu da olar, demirəm olmaz. Amma bunun olması üçün həqiqətən illər lazımdır. Aqronom komandası lazımdır, köməkçi bağban komandası lazımdır və tapşırıq təcrübələri idarə edən professor heyəti lazımdır. Bunların olduğu halda yeni qaydalar formalaşa bilər. Zaten bu qaydalar da mən dediyim şəkildə formalaşır. Böyük bir heyətin uzun bir zəhməti nəticəsində formalaşıb. Ay nə bilim intensiv bağçılıq 10 il bundan qabaq, 15 il bundan qabaq yox idi ki, yəni demək istədiyim maksimum yaşı 20 ildir də. Bunların yaranması üçün həmin böyük bir komandanın nəticəsi, zəhmətinin bəhrəsidir. Yəni bu günlər mən qayçını götürüm əlinə, yəni qayçını alıb müxtəlif bir sahibkarların bağında dəlləkçilik eləməklə mən öz qaydamı qoya bilmərəm ki, bitkinin fizionomiyasının, bitkinin orqanlarının ayrı-ayrı morfologiyasın, hormonal tətbiqlər etmək istəyirsənsə, bitkidə gedən mikrobioloji fəaliyyətlərin, yəni bütün bunların haqqında biliklərimiz hamısı tam olmalıdır ki, millətin milyonlarla yatırım yatırdığı hansısa təsərrüfatda təcrübə məntəqəsi yaradaq özümüz üçün. Yəni deməyimə baxmayın, sözün gəlişi deyirəm, yəni yenə də kimisə bağında dəlləkçilik etməyə ixtiyarımız yoxdur. Yəni bu bütün biliklərə yiyələnsək belə, yenə də ixtiyarımız yoxdur. Çünki bir komanda qərarı olmalıdır ortada və dünya tərəfindən təsdiqlənməlidir ki, hə bu qayda məsələn uyğundur, keçid məhsuldardır və s. və ilə axırdır. Yəni bunu qeyd edeyim sizin ki, bəzi işlər var təcrübəyə dayanır, bəzi işlər var mütləq elmə dayanmalıdır. Bağın iki işi mütləq şəkildə elmə dayanmalıdır. Biri gübrələnməsidir, ikincisi budamasıdır. Çünki ikisi də önəmli məsələdir. İkisi də birbaşa məhsuldarlığa təsir edən məsələ yox, məhsuldarlığı idarə edən məsələdir. Bilmək lazımdır ki, yəni bağlarda hansısa ümumi dərin budama aparılması işlər gedir bəzən, çox rastlaşırım. Məsələn, o yeni aqronom yeni qaydalarını qoymağı üstündən başlayır o işlər adətən. Yəni işlərin əslində ya başdan düzgün idarə edilməməsinin nəticəsi kimi qəbul edilməlidir bu, ya da yeni aqronomun öz qaydalarını bağda tətbiq eləmək kimi bir variant sayılır bu. Yəni nəysə, bu saydıqlarım klassik bağda da az fərqlənir. Yəni ümumi budama mövzusudur. Yəni ümumi mövzusu eynidir, sadəcə şəkli fərqlidir. Gilas məsələn 5-in 3-ə əkilibsə, ona uyğun budama aparılmalıdır. 5-in 4-ə və yaxud 6-nın 5-ə əkilibsə, fərq etməz hər bir sxem üçün özünə görə standart bir budama tələb edir və budama qanunlarına tabidir. Budama niyə aparılır, hansı ağacda? Məsələn, ağac var ki, ancaq xarici çətirində məhsuldarlıq formalaşdırır. Məsələn, qoz ağacı kimi bitkilər. Ağac da var ki, daxilində ağacın bütün orqanlarında məhsuldarlıq əldə etmək qabiliyyəti var ağacın. Yəni hər birində də qayda fərqlidir. Ümumi budama qaydalarına tabidir hər şey. Belə. Təşəkkür edirəm. Uzun oldu, amma 3-4 bölümlə izləmək lazımdır. Mən də istəyirəm ki, hər kəs öyrənsin, bilsin. İnşallah ki, qarşıda boşluqlarımız çox olacaq. Orada mənim nəzərimdə tutan inanın ki 200-dən artıq mövzu var ki, işıqlandıracağım siz üçün. Təşəkkür edirəm.